Prezident İlham Əliyev ötən gün Ağdamda ikinci yaşayış kompleksinin açılışında mühüm məsələlərə diqqət çəkdi. Ölkə başçısı işğal dövründə Ağdamın dağıdılması, yəni talan edilməsində düşmənin məkirli məqsədinə toxundu. Dövlət başçısı xalqa da səsləndi. Tarixi, qan yaddaşımızı unutmamalıyıq, tarixdən dərs çıxarmalıyıq və bunları həmişə xatırlamalıyıq. Əslində çox sözə ehtiyac da yoxdur. Çünki işğal dövründə torpaqlarımızın viran, təbii sərvətlərimizin talan, dini abidələrimizin isə təhqir edildiyi, ərazilərimizin minalandığını əks etdirən bu görüntülərin yanında bütün sözlər necə də aciz görünür. Kadrlar erməni vandalizminin mahiyyətini olduğu kimi tam ifadə edir. Ermənistan ötən dövrdə Azərbaycana, onun təbiətinə, sərvətlərinə təqribən 100 milyardlarla dollar məbləğində ziyan vurub. Lakin bu məbləğ Azərbaycan xalqına vurulan mənəvi zərbənin yanında heçə bərabərdir. Hərbi təcavüz və aqressiya nəticəsində təqribən 150 milyard dollar məbləğində ziyan dəyib. Lakin təbii sərvətlərimizin istismarı, ekologiyanın çirkləndirilməsi, meşələrin və mülklərin, infrastrukturun dağıdılması və daşınması artıq dəymiş ziyanın məbləğini dəfələrlə artırır. Azərbaycan torpaqlarında törədilən vəhşiliklər tarixdə müqayisəsi olmayan bir yanaşmadır. Hətta məşhur Karfagen xarabaqları belə Ağdam şairi ilə müqayisədə cənnəti xatırladır. Bütün bunlar həm də bizim tarixi yaddaşımız üçün vacib faktorlardan biridir. Eyni zamanda beynəlxalq miqyasda ikili standartların davamlı olduğunu və nəticə etibarilə ədalət prinsiplərinin selektiv yanaşmalarda ortaya çıxdığını sübuta yetirir. Prezident Ermənistanla Azərbaycan arasındakı hazırki sülh prosesinə, Azərbaycanın hərbi potensialının gücləndiyinə də diqqət çəkib. Bugün sülh prosesi getsə də tarixi, qan yaddaşımızı, Xocalı başda olmaqla Azərbaycan xalqına qarşı törədilən soyqırımları, işğalı və 1 milyondan artıq vətəndaşımızın çəkdiyi müsibətləri əsla unutmamalıyıq. Sivil bir millətik, tarixi ənənələrimiz də bunu sübuta yetirir, mərhəmətliyik. Amma paralel olaraq da öz müqavimət hissimizi itirməmək üçün də tariximizdə baş verən faciələri, o cümlədən də Xocalı faciəsini əsla unutmalı deyilik. Cənab Prezidentin verdiyi mesajlar təkcə Azərbaycan xalqına ünvanlanmayıb və bütövlükdə bəşəriyyətə ünvanlanmış mesajlardır. Dövlət başçısının Ağdamda səsləndirdiyi növbəti fikirlər həm də mühüm əhəmiyyət kəsb edən ciddi ismarışları idi. Keçmişi yaddan çıxarmayaraq, gələcəyə qətiyyətlə addımlamaq. Erməni cəmiyyəti də bilməlidir ki, Azərbaycan sülh prosesində səmimidir. Amma bu cür faciələrə yenidən yol açacaq radikalizm və revanşizmə qarşı o qədər də amansız və qətiyyətlidir. Ülkər Əliyeva, Qərib Cavadov, ATV Xəbər.